Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu günləri ağızda əriyən çox ləzzətli cemli peçenyelər hazırladım. 250 qram yumşaq kərə yağın üzərinə 1 armudu stəkan şəkər pudrası, 1 çay qaşığı portaxal qabığı, onu videoya çəkməyi unutmuşam, 2 xörək qaşığı qatıq, 1 ədəd yumurtanın sarısı, 1 armudu stəkan duru yağ və 3 xörək qaşığı qarğıdalı nişastası əlavə edib qarışdırırıq. Sonda da 200 ml stəkanla 4 stəkan un və 1 çay qaşığı qabartma tozunu əlavə edib xəmir yoğururuq. Xəmiri 2 hissəyə bölürük, biri böyük, biri balaca. Böyük xəmiri soyuducuya qoyuruq, balaca hissəni isə buzxanada saxlayırıq təxmini 1 saat. Böyük xəmirdən kiçik toplar hazırlayıb sobal üstünə düzürəm və biraz da yastı forma verirəm. Daha sonra stəkanın alt hissəsini una bulayıb, ortasında bu cür yer açıram ki, içərisinə içlikdən əlavə edim. İçlik olaraq istənilən cemdən istifadə eləyə bilərsiniz. Mən burada alma cemindən istifadə etmişəm. Və sonda da balaca xəmiri də sürtkəcin iri gözündən keçirdib peçenyələrin üzərinə əlavə edirəm və əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 25 dəqiqəyə bişirirəm. Soyumuş peçenyələrin üzərinə biraz da şəkər pudrası səpdim. Bu qədər sadə dostlar, çox gözəl, çox ləzzətli peçenyelərimiz hazırdır. Mütləq siz də sınayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Bəyənib kanalıma abunə olmağı unutmayın. Hələlik.